Salam, hər vaxtınız xeyir olsun Yaşar müəllim. Biz sizinlə fəxr edirik hər zaman. Və mənə də xoş oldu ki, mən sizinlə bu günləri görüşürəm. Sizin bizim ölkəmizin haqqında, bizim Zəfər bayramı ilə bağlı, zəfərimizlə bağlı olan fikirlərinizi istəyərdim ki, səsləndirərsiniz. Mən bu barədə danışmaq istəyirəm. Öncə onu deyim ki, Ali Baş Komandanın müharibədən sonraki çıxışında deyir ki, bütün dünyanın hərbi ekspertləri, hərbi məktəbləri, analitik informasiya məktəbləri və Azərbaycanın apardığı qısa lokal müharibənin nəticələrini öyrəndirlər. Siz fikir verin, müharibə nə vaxt başlandı? Əks-Üçün əməliyyatları 27 sentyabr, payız, artıq yağışlar başlanacaqdır, artıq dağlarda qar yağacaqdı. Deməli, Ali Baş Komandan ordunun döyüş qabiliyyətini o səviyyədə arxain idi ki, o bilirdi ki, qısa müddətdə müharibəni bitirəcək. Yəni, torpaqlar aşağıdan azad olunacaq. Və hər gün nə qədər yaşayış məntəqələri alındı. Bu nəyə görə oldu? Ali Baş Komandan ordunun silah-sursatla təmin olunmasında külli miqdarı vəsait sərf elədi. 7 miqyaslı, xırda miqyaslı təlimlərin hazırlanmasında, keçirilməsində külli miqdarı vəsait hazırladı. Yəni, hər alınan yeni silah, yeni sursat, yeni texnika təlimlərdə sınaqdan keçirilirdi. Dünyada bir anlayış var, xüsusi əməliyyat qoşunları. Yəni, heç bir dövlət o geçmişdəki klasik üsulü müharibə aparmaq istəmir. İndi biz baxsaq, Rus-Ukrayna müharibə, o da xırda bölmələrin, həmlə qrupları adları ilə belə-belə əməliyyatlar keçirlər. Və bizim qoşunlar, xüsusi təyinatlar hazırlandı. Onlar dağda da hazırlandı, Aran sahəsində də hazırlandı, yağışlı havada da hazırlandı, nə bilim, keçilməz meşələrdən, dağ çaylarından hər bir şərait Azərbaycanda olan hər bir ərazini